Əzizlərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, mən Vüsal Kəlbəzərli. Bu günlərim 23 fevral tarixi 2026-cı ildir. Çox gözəl bir ağsaqqalın olan bir çay sizlərə təqdim edəcəm. Goranboyun ən uzqar kəndlərindən biri olan Buzluq kəndində qocaman və nümunəvi həm anamızı, həm gözəl ağsaqqalı, həm gözəl müəllimlər sizlərə təqdim edəcəm. Amma onu sizə deyim ki, bugün bax, ən son çəkilişin sonudur. O qədər yorulmuşuq ki, siz yəqin ki, Buzluq kəndində mən 20 il fəaliyyətin müddətində birinci dəfə olurumsa, bax, bu çəkilişə baxanların 90% heç biri olmayıbdılar. O yerdə müəllim kimi işləyən insanlara əməkdar yox, tərəqqi medal düşür. O yerdə 40 il işləyən insanlara əsl müəllim adı düşür. Həqiqətən də elədir. Təsəvvür gətirin, o qədər gərgin bir yolları, o qədər çətin, o qədər sıldırımlı, o qədər palçıqlı yollar var ki, ona gedib gəldiyə qədər mən o dünyanı görüb gəldim. Və müəllimləri sizlərə təqdim eləmək istəyirəm. Müəllim, adınız, soyadınız? Ələkbərov, Binnət İbrahimov. Çox gözəl. Binnət müəllim, neçə il təhsil sahəsində çalışmışsınız? 71'də. 71-ci 71'də. ildən təhsil sahəsində çalışırdınız, 40 ildən çox işləmişsiniz, Aa, değil mi? çox. 50 ilə yaxın müəllim təhsil sahəsində işləyib. Hansı fən tədris eləmişsiniz, yaxın çək? Hansı fən tədris eləmişsiniz? Nə müəllim olmuşsunuz? Sil müəllim olmuşam. Ulu öndərimiz demişkən, müəllim peşəsi ən çətin peşədir, amma müəllim peşəsində ən çətin ixtisas ibtidai sinifdir. Çünki ilk əlifbanı, ana sözünü, atan sözünü, rəqəmləri öyrənən siz müəllimlər. Siz okulda sağ ol deyirik. Sağ ol. Anamız sizin adınız, soyadınız nədir yaxından çək? Qasımova Zemfira müəllim. Zemfira müəllim, çox gözəl. Zemfira müəllim, siz hansı fən tədris Kimya eləmişsiniz? fəni tədris. Siz də kimya fəni, çox gözəl. Neçə 40 ildən çox müəllim kimi işləmişsiniz. Çoxdur. İndi hal-hazırda neçə yaşınız var Zemfira müəllim? 75. Ay Əsrin maşallah. üçün yaşamışam. Yubileyə gəlmişik. Bəs siz neçə yaşınız var müəllim? Mən 86, 85. Ay Dəqiq maşallah. 80. Da onda en güzeli herkesin yubileyine gelmişik de. Güzel bir gündü. 85, dəqiq 85. Çox Olmuşam gözəl, çox 1940-cı ilin Allah sizə ömür versin. mayının 15'ində. Çağdaş təhsil komandası olan sizi ki müəllimlərlə biz fəxr edirik. Qürur duyuruq. Allah təala sizə uzun can sağlığı Sağ ol. versin. Allah sizə Bir sizdə gözəl ana, gözəl atası. Neçə övladınız var? 5. Allah saxlasın. Nəvələrinizdə isə nəvəniz var anam. 4 dənə nəvəmiz var. Bizim bu çəkilişimiz vasitəsilə nəvə nəticələrinizə nə arzuluyorsunuz, nə deyə bilərsiniz? Birinci can sağlığı. Bəli. Bax bu gözəl vətənimizdə bugün biz çox şükür ki bu yaşda vətənimizin bu gününü gördük. Bəli. Çox gözəl. Çox gözəl. Onlara yalnız bu vətəni qrup yaratmaq üçün gözəl evlad olmaq arzulayıram. Bəs siz nə arzuluyorsunuz? Ben yayın arzularım məndən. Yalnız yayın. Biz sizin oğlanlarınızın hər ikisini gördük. Hər ikisi də ziyalıdır. Allah təala onlara can sağlığı versin. Sağ ol. Və onlar bizi izləyirlər. Mən Vüsal Kəlbəzərini izləyirlər. Onlara da buradan öz adımdan dərin təşəkkürümüz var. Mən də elə sizə Və sağ olun, biz də sizin oğlunuz, biz də bunlar da sizin qızlarınız. Azərbaycanın bütün şagirdləri sizin övladlarınız sağ olun. Əlbəttə ki. Təşəkkürlər, minnətdarım. Sağ ol. Çox Sağ ol. Allah sizə ömür versin. Allah sizə